O wave effekti neyinirdi? Biz nəyə verirdik onu? Shape çəkirdi. Hə, shape'ın nəyinə verirdik? Nəyə açırdıq onun içindəydi? Var fill. O birisi neydi? Sına başla, ha? Stroke. Hə, stroke verirdik. Stroke prosta əymək üçündür əslində wave effekti. Animasiya eləmək üçün o heç onu keçəcək. Bir dənə stroke çəkirəm, məsələn. Biraz bunu qalın eləyə belə və baxaq. Belə birbaşa wave yazıram bura. Baxın budur. Açıram, uzadıram, eləyirəm, fərqi yoxdur. Dalğa uzunluğunu falan necə istəyirəm. Play basıram, animasiya olmur. O vaxt olur ki, mən buradan keçəcək onu. Fazasını falan animasiya eləyəndə offset kimi. Hansı tərəf istəsəm, belə animasiya eləyəcək. Yəni necə istəsək. Məsələn, istəsək ki, məsələn 5 saniyəyə qədər olsun. 5 saniyəyə gətirirəm. Bunu çəkib qoyuram 5-ə. Düz sürət düşəcək aşağı, çox yavaş eləyəcək. Ona görə buradakı parametri də artırıram. Ürəyim istəyən istiqamətə. Keçəcək bunlar yəni. Başqa sual var? Bunda mən verim sizə. Sual var. Okay. Deməli biz keçmişdik. Rectangle tool. Düzdür? Bir də pen tool'u biraz keçdik. Bu gün davam edəcək. Rectangle tool'la biz neyinir? Shape'lər falan çəkirdik. Düzdür? Hər bir çəkdiyimiz fiqurun nəyi var? Məsələn, burada biz nə görürük? Nədən ibarətdir bu fiqur? Hətta qalmayıb. Məsələn, istənilən shape'in açanda biz content bölməsini çıxırıq bizim qabağımıza. Fill və stroke. Baxın, stroke və fill. İstənilən shape, düzdür, biz bunu yığışdıra da bilərik. Amma yığışdırmasaq, ibarətdir stroke və fill-dan. Çöl xətdir və içi. Bəs bu göy xət nədir? Nə adlanırdı? O göy xətdən onu qarışdırır amma. Aşağıda şey var. Hamısı göydür bundan. Gəl bunların rəngini dəyişək. Hə, bunların nəyi? Yəni bu nə işə yarayır? O da fitnesi keçmək. Burada bir dənə xət yaranır deyir. Bu? Mən baxsın baxım. Yox, bu təfə söndürüb yandırır. Bəlkə bunu deyirsiniz? Hə. Bu başqa şeydir. Bu tərpənmir. Bu nə üçündür? Videoda mən bilim ki, bu kvadrat hara qədər gedə bilər. Yəni buradan çölə çıxsa, məsələn, yaxşı görsənməyəcək. Bu axırıncı kvadratdan. Düz bucaqdan daha doğrusu. Bu onun üçündür ki, mən təqribi səhnəmi mərkəzləşdirə bilim. Bilim ki, hara qədər çıxa bilərəm, hara qədər qalxa bilərəm. Yəni buradan çölə çıxsam yaxşı görsənmir. Düz bəzi vaxtlarda çıxacaq, amma əksərən bunun içində baş verməlidir bizim animasiyamız. Bu onun üçündür. Bu renderdə düşmür. Videoda düşməyəcək bu. Biz çıxartsaq bu proyekt faylı, render eləsək. Özümüz üçün, hə. Necə kamerada olur belə. Kamerada baxanda qıraqda kvadrat, nə bilim, orta düz belə nöqtəsi mərkəzi falan tutmaq üçün. Eyni şey də budur. Yəni ki, bilmək üçün. Bu ayrıdır. Bu title action save adlanır. Bəs bu göy xət nə adlanır? Keçən belə özünüz demişdiniz. Mən sual verəndə özünüz demişdiniz nədir? Path. Path. Cığır. Okey, bu nə işə yarayır? İstədiyimiz kimi figurə qoya bilərik. Aha, onun üçün nə etməliyik? Yadda qalıb. Məsələn, mən istəyirəm bunun bir ucunu götürəm, yumru eləyəm. Danışmışdıq da o haqqda. Harada? Aha, burada nə edirəm? Hə, əzbər bilmirəm, prosta baxanda. Aha, baxaq, gəlin bax. Biri buradadır. Açıram, yox. Aha, açaq. Roundness-dir. Bu roundness belə eləyir. Hər tərəfin yumru. Amma mən istəyirəm, məsələn, ancaq bu path yumru olsun. Yəni ki, bu path. Biz convert deyəsən keçmədik. Yox, göstərmədim, hə. Okey, bu nə ona baxacaq. Ki, bu path'i necə dəyişə bilərəm. Yəni, biz keçdik stroke-dur, fill-dur, bu funksiyalardır. Stroke-un içində nələr var? Dash nə idi? Xəttlər ayrı. Əla, dash xəttlər ayrıdır bu şəkildə. Taper nə idi?
Baxın, mən bir tərəfin stroku artırıb azaldanda hər tərəf qalınlaşır, nazikləşir, strokdan söhbət gedir. Tapered olanda necə olur? Bir tərəf nazikləşirdi, bir tərəf qalırdı qalın. Belə. Bu xəttdə göstərmişdim, fiqurda da eyni şeydir. Və bu çox istifadə olunacaq bu arada. Burada hamısı çox istifadə olunacaq. Tapered'dır, dash'dır, wave'dir. Wave də bildik ki, dalğadır. Dalğa olsun. Okey. Burada çətin bir şey yoxdur. Baxmayaraq ki, çox istifadə edəcəyik. Məsələn, ulduz çəkib belə bir şey eləyə bilərəm. Açıram, burada qoyuram. Polistar path'də. Point nədir? Baxın bu point. 5 olan nədir? Bucaqlarının sayı belə deyək. Tərəflər yox, bu uclarının sayı. Bunu qoyuram 4, olsun belə bir fiqur. Və sonra açıram bunun inner radiusun, məsələn. Biraz kiçildirirəm. Əmələ gəlir belə bir ulduz. Yəni, bu cür shape'lər, belə deyim, çox istifadə olunur hal-hazırda. After Effects-də bu şəkildə bu görsünəcək. Rəngini də dəyişib istədiyim kimi ulduz falan verə bilərəm. Sonra effektlər var. Məsələn, Deep Glow effekti verə bilərəm. Biraz işıq saçsın. Və rəngini daha qoya bilərəm. Məsələn, belə istifadə edə bilərəm. Ürəyim istəyən cür. Yəni, bu shape'lərlə biz çoxlu, belə deyim, animasiyalar eləyəcək. Okey. Keçək indi əsas məsələ pen tool'a. Var idi rectangle tool. Nə idi fərqi rectangle tool ilə pen tool'un? Sabit, yəni hazır fiqurlar yaradır. Digərlərinə özünüzü. Əla. Evdə eləmişdiniz, Batman çəkmişdiniz, əla, super idi. Əməli başda rəssam kimi. Orada da əmmə var idi, onun üçün görmədim. Çənəsi böyük, yox. Kök olmalı. Hə, biraz böyle şey idi. Əslində Şişman idi. Bir də ona baxdım, bir də şeyə, logo plaşın üstünə çıxmışdı. Bilmirəm özün elə eləmək istəmirsən. şəklin üzərində deyil. Elə. Əslində çənəsi belə olmalı idi. Hə. Burası necə belə yaptı? Mən baxdım, çənəsi biraz belə şiş. Dedim bəlkə sən baxıb çəkmisən. Toys bir var ki, şəkil atasının üstünə gedəsən. Hə. Elə çəkmişdin. Hə. Hə. Dedim bəlkə baxıb çəkmisən. O çənəsini tutuzduran məmsən. Yox. Gözləmədim. Yəni bu baxım. İşte nasıl oldu? Əslində şey demişdiniz, o shape layer-in içində məsələn hansısa başqa bir shape layer yaradırıq, onun rəngləri ayrı edir. Yox, deməmişəm. Yəni o göstərərəm indi onu. Okey. Okey. Deməli, elə bu arada onu deyim. Biz demişdim ki, shape çəkəndə istəsək bir dənə shape layer'da çəkə bilərik bütün fiqurlarımızı. İstəsək ayrı-ayrı shape layer'lardan. Baxın belə. Hal-hazırda 2 dənə ayrıdır. Amma bir də var ki, mən birini çəkirəm. Bu dəfə boş yerə klik eləmirəm. Sırası ikincisini çəkirəm. Və yaxud da üçüncünü çəkirəm. Artıq fikir versəz, bunların hamısı cəmi bir dənə shape layer'dadır. Yəni bir dənə təbəqənin içində 3 dənə bizim fiqurumuz var. Bu zaman, məsələn, Ayxan dedi, gəlin onu mən deyim. Məsələn, normalda elə bilə bilərsiniz ki, birdən bunların hamısının rəngi eyni cür dəyişir və yaxud da hər bir şey eyni cür dəyişir. Yox. Hər bir rectangle açıb, buradan fill seçib istədiyim rəngi qoya bilərəm. İstəsəm stroke əlavə edə bilərəm. Tamamilə fərqlənir yəni digərlərindən. Eyni zamanda bunu da edə bilərəm. Hərəkəti də ayrı eləmək olur. Hər birində çünki diqqətlə baxsaq, hər bir rectangle-ın da içində transform var. Bir də ümumi transform var. Bu transform aiddir shape layer-a. Yəni hamısı bir yerdə hərəkət eləyəcək. Bunu keçəcəyik. Bu transform isə aiddir yalnız rectangle 1-ə. Okay? İstəsək bir yerdə, istəsək ayrı-ayrı hərəkətlər elətdirə bilərik. Normalda biz istifadə edən zaman əksər hallarda çalışacağıq ki, ayrı-ayrı layer'larda çəkək. Bəzi hallarda isə bir yerdə olacaq. Yəni tək-tük hallarda bir yerdə olacaq. Qalan demək olar ki, bütün hallarda biz ayrı-ayrı bunu çəkəcəyik. Bu belə. Bunun yerində yəqin ki. Hə. Okay. Bundan sonra deməli, əsas fərq nədir? Demişdim ki, rectangle tool-la biz fiqur çəkəndə fərqi yoxdur. Ellipse olsun, rectangle olsun, star olsun, heç bir əhəmiyyət yoxdur. Bu fiqurların müəyyən fiziki qanun, həndəsi qanununa uyğunluqları olduğu üçün biz çox da şey eləyə bilmirik burada. Yəni ki, custom işləyə bilmirik, redakt eləyə bilmirik ürəyim istəyən kimi. Məsələn, mən istəyirəm bunun hər hansı bir ucunu tutum, əyim məsələn. Olsun, nə bilim, romb. Eləyə bilmirəm onu. Bunu eləmək üçün mənə lazımdır ki, bu shape-ı çevirim Bezier path-ə.
Bezier path nə deməkdir? Hər bir belə deyək, istər path, istərsə də keyframe, qrafik deyə də belə deyək. Olur liner, yəni xətti, bir də olur bezier. Artıq əyri xətti. Yəqin ki, məsələn görmüsünüz. Məsələn, bu qrafik, tamam, nəyinsə nədənsə asılıdır, belə qrafik. Bu xətti qrafikdir, düz xətti. Bu da ola bilər, bu da xətti qrafikdir, konstantda sabit yəni. Bunlar hamısı liner adlanacaq. Okay, line nədir? Xətt. Deməli, belə qrafik varsa, xəttdir. Bir də var, bezier. Bezier isə əyri xəttdir. Məsələn, qrafik ola bilər belə, hər hansı bir funksiya ola bilər belə. Və yaxud da ola bilər belə qalsın. Və yaxud da ola bilər belə getsin, sonra sabit olsun, konstant olsun. Bunlar isə hamısı adlanacaq bezier. Bezier, belə yazılır. Bezier. Bu şəkildə. Bu isə line. Okay. Bu isə bezier sözü və liner sözü təkcə aid deyil qrafiklərə. Həmçinin aid olacaq həm path-ə, həmçinin də bunların cismin pozisiyasına. Cisim, məsələn, bu nöqtədən gələ bilər bu nöqtəyə, düzdür? Düzdə gələ bilər. Nə oldu bu? Liner. Düz gələndə elə olur. Yox, bu qrafikləri fikir verməyin hələ ki. Nəyə fikir verməyin? Budur, hamısı düz xətdirsə belə, bunlar linerdir. Əyri deyilsə. Əyridirsə qrafikimiz məsələn belə ola bilər, necəsə. Bu bezierdir. Hə, əyri və yaxud da düz. Eyni şəkildə burada düzdürsə liner, bu əyri də gedə bilər bura. Bu isə bezierdir. Okay? Yəni düz xəttlərə biz istər qrafikdə, istər hərəkətdə deyəcəyik liner, əyri gedirsə trayektoriyası və yaxud da qrafikimizdə əyriliyi varsa, bu bezier olacaq. Okay? İndi baxaq bizim kvadrata. Bizim kvadrat linerdir. Nəyə görə? Ona görə yox ki, bizdə kvadratın tərəfləri belə deyək, incə olaraq hamısı xətt yox. Məsələn, çevrədə elə deyil. Çevrə üstü yumrudur, hamısı əyri. Splaşlı. Amma hər ikisi hələ ki linerdir. Biz shape çəkən zaman, biz əgər bunu redaktə edə bilmiriksə path-ini, istədiyim kimi əyri eləyə bilmirəmsə, o adlanacaq liner figur. Aydın oldu? Mən onu sonradan çevirə bilirəm. Eləyə bilirəm bezier. Və bezier eləyən kimi artıq mən onu istədiyim kimi əyə bilirəm. Göstərə bilərsin. Okay, göstərim. Məsələn, figurunu tuturam, bu ucundan tutmaq istəyirəm. Bu üçün mənə pen tool lazımdır. Və tutub istəyirəm dartam, görürəm ki, kursor dəyişmir. Təzə shape çəkir. Baxın, shape 1. Amma mən açsam bu rectangle-ı və baxıram burada. Burada var rectangle path. Bizdə nə var burada? Size, position, roundness. Bunlar nə idi? Ölçü, vuruşu. Bir də yumru olmağı. Hard olmağı, ölçüsü və yumru olmağı. İndi mən bunu götürürəm, rectangle path seçdim, sağ klik eləyirəm və burada belə bir şey var. Convert to bezier path. Convert çevirmək demək. Deyir ki, bezier path-ə çevirmək. Deyirəm okey, klik eləyirəm və çevirirəm bunu bezier path-ə. İndi fikir versəz, burada artıq yazılmır rectangle path. Bayaq nə yazdırdı burada, baxın? Rectangle path. Mən bunu bezierə çevirdiyim üçün bu olacaq adi path, to есть bezier path. Nəyə görə rectangle olmur? Çünki mən artıq bunu istəsəm üçbucaq eləyə bilərəm. Bu oldu üçbucaq, rectangle deyil. Və yaxud da bir tərəfini belə əyə bilərəm. Bu ki rectangle deyil, ona görə burada deyir ki, bilir ki, mən dəyişiklik eləyə bilərəm. Rectangle adından çıxardır onu. Aydın oldu? Və indi fikir versəz, istədiyimi eləyə bilərəm. İstəsəm əyri eləyə bilərəm bir tərəfini, istəsəm heç ehtiyac yoxdur məsələn əyri eləməyə. Prosta bir tərəfini uzada bilərəm bu şəkildə. Baxmayaraq ki, xəttlər, yəni linerdir, belə deyim, düz xəttlərdir. Amma figur özü bezier olacaq. Çünki artıq redaktə edə bilirəm istədiyim nöqtələri. Bu nöqtələrin isə adı olacaq vertex. Yadda qalar, vertex olacaq. Okay. Çevirəndən sonra mən bunu bezier path-ə bayaq ki size, position, bir də roundness itdi. Səbəb nədir? Size, position və roundness aid ola bilirdi, yəni path üçündə hər hansısa bir müəyyən qanuna uyğunluğu olan figura. Məsələn, biz size-ı böyüdəndə tərəflər bilir də haradır, hansı tərəflərdir. Ölçüsü bilir mərkəz haradır, ora görə qoyur pozisiyasını. Roundness küncləri bilir haradır. Amma mən bunu bezier elədim. Axı mən hər şeyi əllə eləyirəm artıq, redaktə istədiyim kimi. Ona görə bu figur artıq o kvadrat deyil. Okay? Всё. İndi baxıram. Bunlar nə adlandı? Vertex. Və 4 dənə figurumun vertexi var. Fikir verirəm ki, biri digərlərinə nisbətən biraz daha böyükdür. Bu. Səbəb odur ki, bu glavna vertex, deyib ki, başçı budur.
Buna deyirlər first vertex, yəni birinci vertex. Mən istəyə bilərəm ki, bu olsun birinci vertex. Nə edirəm? Select edirəm bunu. Necə select edirəm? Baxın, path seçəndə ümumiyyətlə hamısının içi yanır. Yəni hamısı göyü dolu kvadratdır. Amma shift-i basıram, birinin üstünə klik edirəm. Fikir verin, boşaldı bunun içi. Oldu unselect. To есть 3 dənə selecteddir, seçilmiş, biri unselect. Sonra buna klik edirəm. Seçdim bunu, bu birlərin içi boşaldı. Okay? Və indi bura sağ klik və baxıram. Mask and shape path. Və burada belə bir şey var. Set first vertex. Klik edirəm, füsun. Oldu bu, birinci vertex. İndi sual verə bilərsiniz ki, bu nəyə lazımdır? Yəni, hansı birinci olsun, hansı ikinci olsun? Bu o zaman lazım olur ki, mən path-lə işləyəndə və yaxud da stroke-la işləyəndə, mən əgər gələcəkdə buna trim path versəm, hələ ki keçməmişik, gələcəkdə keçəcəyik, trim path başlayacaq düz o nöqtədən. Baxın. İstəyirəm bu nöqtədən başlasın. Shift-lə bunu select edirəm. Sağ klik, shape, edirəm set first vertex. Yox, buradan başlayacaq artıq. Da çevirməyə fiquru, rotasiya verməyə falan ehtiyac yoxdur. Okay? İndi bir dənə belə bir fiqur çəkəcəm. Ellipse. Və nə edirəm? Bu dəfə buna fill-da verirəm. Xəçə vermirəm. Qalsın elə stroke-la verirəm. Və nə edirəm? Ellipse açıram. Path seçirəm. Baxın, burada size, position. Düzdür? Mənə nə lazımdır? Bunu çevirmək Bezier-ə. Sağ klik. Bezier elədim. Bezier olanda nə oldu avtomatik? Seçirəm pen toolu, adi vəziyyətdə yox. Pen toolu seçməliyəm. Ondan sonra artıq, baxın, istədiyim cür fiquru dəyişə bilərəm. Hər bir tərəfini ürəyim istəyən kimi. Və indi bunu select, unselect eləyirəm. Təkcə bunun seçimində belə deyək. Və silirəm. Vertexin biri silindi. 3 dənə vertex qaldı. Bununla bunu da seçirəm, ikisini bir yerdə. Sağ klik, gəlirəm mask and shape path. Burada belə bir şey var, closed. Yəni bağlıdır. Bunu söndürən kimi açılır artıq. Okay? Bir də göstərim. Məsələn üçün, hər hansı bir çevrə çəkmişəm. Bu dəfə çəkək filmla. Baxın, belə. Bir dənə fiqur çəkmişəm. İndi istəyirəm bu tam yarıdan belə kəsilmiş olsun. İdeal olaraq. Götürürəm, açıram bunu, çevirirəm ilk növbədə Bezier-ə. Vertexləri redaktə eləyə bilim deyə. Sonra seçirəm pen toolu G düyməsi ilə, klaviaturanı yandıraq. Və select edirəm birinci bu başdakı vertexi. Bunu silmək istəyirəm. Və bunu delete düyməsi ilə sildim. Və qalır 2 dənə. Amma bunlar fikir verirsiniz, bir-birinə birləşib. Mən istəmirəm birləşsin. Bunları select edirəm ikisini. Bunlar bir-birinə burada birləşir deyə, burada isə aralarındakı vertex var deyə, silinəndə buradan silinəcək. Ona görə də sağ klik və close-lu yığışdırdım. Vəssalam. Oldu belə bir yarı çevrə. Necə boşdur? İkiyə ayrılsın, amma ikisi də olsun. Hə, onu masasına eləmirlər. Və yaxud da duplikatını eləmirlər. Məsələn, bunu götürərəm, duplikat eləyərəm, heç maska ehtiyac yoxdur. Qoyaram bunu 180 dərəcə. Keçəcəyim bunu. Şöyle 2 dənə artıq fiqur var. Okay. Bu nə üçün məsələn yaxşıdır bunları bilmək? Baxın, deməli o şeygil, sən o qrupda varsan da, rekorda baxırsan, rekordlara. Yox, hə, o şey animasiyası düzəltdi. Bax, belə bir animasiya. Yəni, dərsdə 5-10 dəqiqə üçün düzəltdim. Həm morphingi göstərdim, həm bir iki effekt keçmişdik. Bu light sweep'dir, inner gradient'dir. Yəni, belə şeylər. Bir də hərəkətin yumuşaqlığını istəyirdim, uşaqlar eləyə bilsinlər. Bunu mən eləmişdim, 60-am, Fərid var orada. Qəşəng işləyir. O, belə bir şey düzəltdim. Telegram açılsın. Yəni, shape'ləri bilmək çox lazım olur. Çünki nə qədər belə animasiya var ki, heç import eləmirsən, heç nəyə. Elə birbaşa After Effects açıb shape'ləri şeyləyib işləyirsən. Bu uşaqlar 2-ci aydadılar. Amma onlar yəni 2-ci ayın əvvəlindən başladılar işləməyə yaxşı. İnşallah sizdə də elə olacaq. Deməli, yanvar, burada da. Hə. Bu Elnur'dur, bu da pis işləmir. Bax, Elnur belə eləyib. Biraz düz gloss'u falan çatışmır. Inner gloss'u da yaxşı belə verməyib. Amma yaxşı. Hə, şey timing zadı qəşəngdir. Buna Fərid kömək eləyir. Bax bu. Fərid də budur. Fərid qəşəng tutub şey tempi. Düşür, bax. Görsən, çox qalxmır, düşür, buradan böyüyür. Maraqlı görsənir. Amma burada problem nədir? Bunu istəsən
Yox, düz eləyir. Nəyi ortadan çıxır? Hə, Altdan çıxmalıydı. Ya da rotation olmalı. Scale. nə. O göy var ya. Mən bu. Hə, axırda. Yox, axırda bu sən nə baş verir? Bu tulluyur göyə, getdi o. Bu yerə düşür, sonra top gəlir, dəyir yerə, qalxır. Hə. Yox, o göydən gəlir, birinci göyə gedir. Bunu eləyə bilərsən evdə. Bax, bir sən nə elə bir dənə. Mənə maraqlıdır bax. Eminim bax bu hissəsini. Bax bu çevrəni belə yelləyir. Bu rekorda baxma da, qrupda var rekordda. Uşaqlar hamısı orada problem yaşadılar. Hamısı. Desəm, amma xətt eləyə bilərsən sən. Bax, bunu birləşdirirsən, ikisində rotation'da fırlarsan. yox. Yəni o asandır məndə. Yox. Bax. Problem nə oldu burada? Bizdə burada uşaqlar götürdülər, hamısı bunun anchor point-ın hara qoyarsan sən bu olsan? Fırlatmaq üçün belə. Ən aşağısı. Görmə hara qoymuşam. Bax birinci səhv bu, hamı belə elədi, hamı götürən aşağısına qoydu. Niyə? Məntiqlə fikirləşirlər ki, anchor point nədir aylıqam? Hər bir cismin ağırlıq mərkəzi olur. İstənilən cismində, yəni istər 2D-də, istər 3D-də. Və həmin ağırlıq mərkəzinə görə bu cisim dönür, hərəkət edir və yaxud da böyüyüb balacalar. Məsələn, bunun ağırlıq mərkəzi bura qoysaq, biz bu nöqtəyə nəzərən balacalaşacaq bu. Yəni belə gedib girəcək axırda ora. Ortaya qoysaq, ortaya doğru balacalaşacaq. Və yaxud da bura qoydum, rotasiya bura nəzərən olur. Bura qoydum, bura nəzərən olur. Yəni elə bir iynə də batırmışam, ora nəzərən fırlanır. Burada arada aşağıda doğru. Gəlin birini başqasını göstərim, ağırlıq mərkəzi nədir? Siz də deyin. Məsələn, bu cisimdir. Görürsünüz, anchor point demişdim, bax bu. Y nöqtələşir bu. Bu onun ağırlıq mərkəzidir. Hal-hazırda düz mərkəzindədir, baxın. Görürsünüz, mərkəzdən fırlanır. Mən götürüb bunu qoysam bunun ucuna, bu yuxarı tərəfinə. Baxın, indi ora nəzərən fırlanır. Elə bir iynəni batırdım ora. Hə, indi baxın burada bizim cismimiz var. Bu sarı cisim. Elə bir qabdır da belə, altı yumru qab. Mən onu belə itələyirəm. O hansı nöqtəyə nəzərən sanki belə dönməlidir. İki seçmək olur işte. Yox, bir dənə nöqtə. Ağırlıq mərkəzi bir dənə olur. Məsələn, Ayxan dedi ki, olmalıdır burada. Mən amma dedim səhvdir. Nəyə görə Ayxan? Fikirləş nəyə görə? Eləyirsən o şey. Alınmayacaq. Niyə sınaqda yazılmır? Yox, mərkəzində olmalıdır. Bu xətt boy olmalıdır. Amma niyə yuxarıda yox və yaxud da burada yox? Ayxan deyir burada. Əslində burası. Ayxan deyir ki, bax bu nöqtəyə nəzərən, bax bu nöqtəyə nəzərən, bu belə qabda, belə eləsək fırlanacaq. Amma fırlanmır. Səbəb odur ki, Ayxan, biz baxsaq bu fiqura, bu fiqur nədir? Bir yarı. Nə? Yarı ellips. Ellipsin ağırlıq mərkəzi haradır? Ellips ellips. Onun ağırlıq mərkəzi haradır? Bax onun. Orta. Düzdür? Bu nə deməkdir ağırlıq mərkəzi? Təkərdə fırlanır, bu nöqtəyə nəzərən fırlanır. Mən bunu kəsdim. Nə dəyişdi? Heç nə. Yenə də bu nöqtəyə nəzərən fırlanmalıdır. Axı bu dönmə yeri buradır bunun. Yəni bura belə dönür də, yəni yarımçıq da olsa dönəcək. Bu nöqtəyə nəzərən. Çünki bu nəyə görə bu nöqtəyə nəzərən? Bu nöqtədən bunun toxunanına qədər olan məsafə dəyişməməlidir hərəkət boyu. Bu gəldi, durdu bax belə. Elə ki, döndərdik bunu 90 dərəcə. Fikir versən, ağırlıq mərkəzi əgər bura olsa, o üst-üstə düşür. Yenə eynidir ağırlıq Əslində mərkəzi. məntiqlə eynidir. Eyni yerə fırlanır. Yəni biz bunu götürsək tam belə fiqur, ağırlıq mərkəzi ortada olmalıdır axı. Ona görə yarımçıq olsun, 4/1 olsun, 3 pizzanın dilimi kimi. Nə qədər olursa olsun, həmişə bunun uc hissəsi olacaq. Bax. Anchor point. Başa düşə bildin məntiqini? Aşağısında olsa deməli Aşağısında olsa bax bu xətti düşəcək aşağı. Bax belə kəsəcək, bax belə keçəcək biraz o tərəfə. Belə bir şey olacaq. Aydın oldu? Birinci səhv bu oldu. İkinci səhv. Biz anchor pointi bura qoyanda, rotasiya eləyəndə fiqur yerində dönür axı. Onun üçün pozisiya verməliyik. Yəni orada olacaq bax. Biraz çəkilməlidir. Hə. Və toxunan kimi çəkilməlidir. Seçirəm half ellipsimi, onu basıram, baxıram bax. Positionla rotation ikisi də var. Burada yox, deməli bizdə dönmə yeri, burada başlayır. Bax burada. Fikir versən, cisim mərkəzini tapmışam, mərkəz haradır? Okay? Baxıram, çəkirəm biraz, fikir ver, pozisiyada getdi. Və o toxunana nisbətən bax xəttə doğru saxlayıram və qayıdır, mərkəzini yenə tutuzdururam. Bu tərəfə. Burada həm pozisiya, həm rotasiya var. Elə görsənir ki, cisim gedir o tərəfə.
Yəni fırlanır. Pozisiya olmasa olmaz o. Bax. Pozisiyanı söndürsən, fikir ver. Rotasiya bax, görürsən yerində fırlanır. Okey? Məntiqli. Amma mən dediyim yöntemlə o ilişəcəkdir. Uşaqlar da belə eləmişdi. Hamı elə eləmişdi. Fərid Qızat. Elə elədilər, irişdilər. Okey. Qrupu bağlayaq. Və davam eləyək. İndi bildik artıq shape-ləri necə kəsə bilirik, hansı vertex necə silə bilirik, necə birləşdirə bilirik və s. və ilax. Bunlar aid oldu bizdə belə deyək, fiqurlara. Bir də var idi, biz pen tool'la çəkə bilirdik nə isə. Düzdür? Məsələn, çəkmək üçün nə edirəm? Nöqtə qoyuram və əmələ gəlir, məsələn, belə bir fiqur. Eyni zamanda bunun da var stroku, bunun da var fill-i, bunun da var path-i. Amma birbaşa olaraq bunun path-i Bezier path-dir. Okey, fiqurlarda necə idi? Açırdıq içində var idi size, nə bilim, position roundness, bunda elə şey yoxdur. Çünki bu pen tool-la çəkilmiş fiqurlar birbaşa olaraq Bezier path-dədir. Açıram, baxıram ki, bəli, içində birbaşa olaraq path yerləşib artıq. Aydın oldu? İndi nə edirəm? Bu fiquru çəkəndən sonra, məsələn, bir dənə gəlin belə bir maraqlı fiqur çəkək, çalışaq daha doğrusu. Gmail-ın şey kimi, logosu kimi. Belə bir şey. Məktub oxşası. Okey. Və baxıram. Neçə dənə vertex var burada? 5 dənə. Hər küncdə bir dənə vertex var. Okey. Bu haqda demişdim ki, bizdə var add vertex tool. Yəni pen tool'un adlarıdır bu. Add vertex tool nədir? Add. Əlavə, artırmaq, əlavə eləmək. Necə edirəm əlavəni? Bunu basıb saxlayaq. Aha, advert belə. Okey. Amma daha rahat yolu var. Pen tool'dayam, gəlirəm vertexin üstünə, özü avtomatik çevrilir. Artıq ehtiyac yoxdur çevirməyə. Baxın, qoydum, klik elədim, təzəsini qoydum. Bəs yaxşı silmək üçün nə edirəm? Məsələn, bunu silmək istəyirəm. Yox, prosta silin bunu. Məsələn, belə də eləmək olar. Select eləyim, delete eləyim. Düzdür? Baxın, bunun içi boşdur da. Select eləyə bilərəm hamısını bu dəqiqə. Ürəyim hansını seçsə. Delete də eləmək olar. Və yaxud da əgər belədirsə, məsələn, hamısı seçilibsə, fikir verin, hamısının içi dolu kvadratdır da, göydür. Görürsünüz, dolu işləri. Seçə bilmərəm axı indi belə tək rahat. Ona görə nə edirəm? Kontrolu basıram. Kontrolu basına fikir verin, kursor dəyişir. Olur nə? Delete vertex tool. Mənfi qoyub aşağısına. Yox, boş kontrolu basıram, kursor özü dəyişir. Sonra istədiyimi belə klik eləyərək silə bilərəm. Okey? Adı oldu delete vertex tool. Bir də var convert vertex tool. Convert nə idi? Hamının ağlına o pull convert-ə gəlir. Convert bu. Baxın. Convert. Yəni ki, çevirmək. Nəyə çevirə bilərik sizə? Hal-hazırda bu xəttidir, görürsünüz, düz xətt hamısı. Necə Batman çəkəndə necə istifadə eləməmisiniz? Nəyini eləmişsiniz? Pen tool da bu. Çəkən vaxtı belə. Yox, o var, kompüterdə qalıb Batman. Baxa bilərəm? Gör necə eləmişsiniz? Elə bilirlər, elə var deyil. Bu onu da özünüz eləmişsiniz. Mən Batman logosunu. Amma özünüz çəkmişsiniz də yəni. Bunu Ayxan görməyib, qrupa atmamışdınız. Batman'i çəkib. Səndən sonra həvəsi gəldi. Qəşəng çəkilsin. Şəkil olmadan. Şəkil buradaydı, üstünə belə atıb eləmişsiniz. Yoxsa qıraqda baxa-baxa? Yox, üstünə atmışdım. Hə, Qəşəng çəkilsin. mən üçün yeni şey öyrənirəm, belə rəssamlığı öyrənirəm. Yox. Doğrudan. Hə, biraz əsas karakter çəkməkdir, proyeksiyadır falan. Çox qəşəng şeylər var. YouTube-da da var. Ara sıra onunla məşğulam. Okey.
Ona görə dedim belə yoxlaya bilərsiniz. Bu əslində indi karakter çəkdiniz. O sizə çox faydalıdır. Hədsiz çox faydalıdır. Mən məsələn vaxtında onunla məşğul olmamışdım. Əsas dedim After Effects öyrənim. Amma indi görürəm ki, onu bilmək, yəni ki, çox yaxşıdır. Okay. Deməli, shape-imi götürdüm. Məsələn, adlandı vertex, düzdür bunlar. Ctrl-la silirəm, basıb saxlayanda. Alt düyməsi ilə isə convert edirəm. Ürəyim istəyəni seçib, hamısını və yaxud da birin, ikisini artıq yumru eləyə bilərəm. Yumru deyəndə nədir? Yəni xətti yox, belə biraz əyri gedir. Okay? Amma biz buna deməyəcəyik Bezier path, buna isə liner path deməyəcəyik. Çünki bu itaq Bezier pathdədir. Okay? Yəni baxsaq, bu çevrilmiş haldadır. İndi maraqlı burada nədir? Maraqlısı odur ki, biz burada seçən zaman, məsələn bunu, iki dənə bizə belə bir tutmaq üçün toggle deyə də buna xətt verir ki, biz bunu əyək istədiyimiz kimi çevirə bilərik belə saxlaya bilərik, nə bilim belə eləyə bilərik, necə istəsək. Bəs indi sual verə bilərsiniz ki, necə eləyək ki, bunun bir tərəfi geçsin, o bir tərəf xətt qalsın. Məsələn, Nike-ın işarəsindəki kimi. Gəlin yoxlayaq, görək Nike-ın işarəsini çəkə bilərik. Bir dənə burada qoyuram, bir dənə burada qoyuram. Ucunda qoydum, sonra belə. Buram biraz qalın olmalıdır. Və belə. Bitər çəkdik. Baxıram ki, bu uc hissəsi yumrudur. Nike-da necədir? İtidir. Demək, nə etməliyəm? Bu toggle-la bunu ayırmalıyam. Onun üçün yenə alt düyməsi lazımdır. Alt düyməsini basıb saxlayıb bunu tuturam və dartıram. Fikir versiniz, artıq ayrıldılar bir-birindən. Bayaq necə idi? Belə. Biri o birisini izləyirdi. İndi ayırdığıma görə artıq alt düyməsini basmağa ehtiyac yoxdur. İstədiyimi götürüb belə-belə tərpədə bilərəm. Yox, əgər təzədən lazımdırsa birləşdirmək. Alt düyməsini basıram, daha doğrusu bunu birinci tərpədirəm, sonra alt düyməsini basıram. Birləşdilər. Okay, biz amma lazımdır belə bir vəziyyəti. Nike-ın logosu çəkilir. Necədir? Belə bir şeydir. Oy. İstədiyim cür buradan düzəldirəm. Bizimki o Kitayların padvalda düzəltdiyi Nike-ın logosu. Nike. Mike'la yazılır. Okay. Mən oxşadı bir tə uzaqdan baxanda. Buradan belə baxsa oxşayır. Okay. Və əyməklə, düzəltməklə hər bir tərəfini, yəni istəsəm ayıra bilərəm, istəsəm birləşdirə bilərəm, necə istəsəm istifadə edə bilərəm. Bu bizə lazım olacaq. Və lazım olacaq ona görə ki, biz bu alətlə, yəni pen tool-la, həmçinin rectangle tool-la, nə bilim, ellipse tool-la təkcə shape çəkməyəcəyik. Eyni zamanda mask eləyəcəyik. Və bu nə deməkdir? Bir dənə keçək, import eləyək şəkil. Deməli, downloads-dan bir dənə istənilən bir dənə şəkil götürək. GIF-lərlə xətt işləmək olar. Necə yəni? GIF düzəltmək, yoxsa GIF-i bura import eləmək olur? Olur. Rahat GIF problem olmur. Yox. Məsələn, bizdə GIF var idi, it var idi, qaçırdı. Karakter animasiyasında, məsələn, insanı animasiya eləmək rahat, nə mənada rahatdır, anatomiyasını bilirik. Heyvanları biraz çətindir. Nəyə görə heyvan arxa ayağı başqa cür qatdalanır, qaçanda başqa cür şeylər tutmaq biraz təsəvvür edib animasiya etmək çətin olur. İtin var idi, mən səndən keçmişdi də yesən. İtin gifi var idi, it belə ancaq qaçır, cycle-da, loop animasiyası, dövrü. Onu atırdıq bura, onun üstündə işləyirdik. Yəni istədiyimiz gifi götürüb, atıb onun üstündə işləyə bilərik. Loop, ona loop deyirlər, bəli. Burada da eyni şəkildə düzəldə bilirik ki, dövr animasiyası olsun. Keçəcəyik, sırf yəni sticker animasiyasını. Telegramda qəşəng stikerlər var. Elə o referans kimi onları götürüb onların üstündə işləyəcəyik. Həm özümüz çəkəcəyik. Məsələn, orada Rick and Morty'nin şeyi var. Stikerləri çox qəşəngdir. Təkrar edən. Ümumiyyətlə adi stikerdə emojilər. Prosta qəşəng. Bu sonra Leo Bankın məsələn emojiləri. Leo Bankda məsələn nəsə pul atanda elində çıxır, nə bilim şirlə dalaşır falan. Animasiyalarda bu o tipdə işlər görmək istəyirik. Okay. Lübo bir dənə şəkil götürəm, atıram bura. Logomuz, bu Nike-ı silirəm. Belə bir şəkildir. Bunlar nə idi? Yadda qalıb? Əla. Məsələn, bu nə deməkdir? 120.00. Aha. Yoxdur. Əla. Okay. Bu şəkli nə üçün atdım? Bu şəkli onun üçün atdım ki, göstərim ki, bu iki alət təkcə fiqur çəkmək üçün deyil. Eyni zamanda mask eləmək üçündür. Mask nədir? Seçirəm ellipse toolumu, məsəl üçün,
və boş yerə klik elədim. Adi yerə. Nə baş verdi? Shape çəkir. Düzdür? Adi fiqur, bayaqki kimi. Amma mən select eləsəm bu layer'ı, şəkli və indi ellips çəksəm, uca mask eləyəcək. Fransanın bayrağını oxşatdım. Nədir? Mask elədi. Mask nədir? Elə ki, kəsdi onu. Fiqurun içində baxın. Fiqurun içində nədir? Fiquru çəkirik, eləyir mask. Baxın, bu maskdır. Bir də göstərim. Deməli, məsələn, mən bunu kəsmək istəyirəm. Yumru, nə bilim, necəsə, fərq yoxdur. Yumru dapusun kəsmək istəyirəm. Seçirəm bunu, ellipsi, ellips yumru daxil və seçirəm şəklimi. Hansı şəkli kəsmək istəyirəm? Bu şəkli. Və shift basıb saxlayıb mask eləyirəm. Aydın oldu? Və fikir versəz, fiquru kəsib. Ürəyim istədiyim yeri daşıya bilərəm. Saxlaya bilərəm lap belə ortada. Bu şəkildə. Artıq mənim şəklim oldu bu. İstədiyimiz qədər eləyə bilərik. Masklar belə-belə. Bəli. İndi onu deyəcəm. Düz orada biraz qarışıqlıq var. Maskın üstünə düşə bilər. Biz o hissəni... Yenə getirəm bunu. Kvadrat. Belə. Bunu deyirsiniz. Yox, siz bunu deyirsiniz. Region of interest. O başqa şeydir. O budur. Region of interest budur. Bunu deyirsiniz də. Bu kəsmir. Bu kompozisiyanı neyinir? Deyir ki, məsələn, ancaq bu hissəsini göstər və yaxud ancaq bu hissəsini göstər. Kəsmir. Prosta bizə o hissəni göstərir ki, render, yəni sürətli getsin, pre-render. Vaxt itirməyək. Okay? Amma bu isə əməlli başlı kəsir. Məsələn, bu dəfə seçdim rectangle, kvadratı. Baxın, kvadratla kəsəcək. Aydın oldu? Hansı fiquru seçsəm, star məsələn. Bu maskı silək. Bu dəfə ulduzla kəsdi. Fikir versəz, yuxarıda yoxdur deyə üçün görsənmir. Aşağıda amma hər yerdə belə görsənir. Yəni, bu arada qara backgrounddur. Yəni, normalda orada qara heç nə yoxdur. Aydın oldu? İndi bəs biz eyni şeyi pen tool'la eləyə bilərik. Niyə eləməyək? Eləyək də. Götürürəm. Ürəyim istəyən cür kəsirəm. Demək ki, nə oldu? Bu bizim 2 dənə alət var idi, fiqur çəkmək üçün. Shape tool, belə deyək də, fiqur üçün. Bir də pen tool. Bunlarla biz həm shape çəkə bilirik, həm də mask eləyə bilirik. Və bu bizə çox lazım olacaq mask. Çünki maskın pəfi, bu göy xət, bu da pəf adlanır bu arada. Shape-in necə pəfi varsa, maskın da pəfi var. Çox lazımlı bir şeydir. Yəni, effektləri atacaq bunun üstünə, animasiya eləyəcək, hərəkət elətdirəcək və s. və ilaxır. Aydın oldu? Məsələn, evə artıq verməyəcəm ki, hər hansı bir şəkli götürüb onu belə mask eləyəsiniz. Çünki Batman-ı çəkmişsiniz, bilirsiniz, bu maskı necə, harada necə lazımdır, əymək falan filan. Buna əliniz yəqin ki, öyrəşib. Versim də sadə bir şey verərəm. Okay? Bu oldu bizdə mask. Hal-hazırda bir dənə mask var idi bizdə. Və belə indi bir dənə sual. Məsələn, mən mask çəkmək istəyirəmsə, düzdürmü? Nə edirəm? Shape-imi seçməliyəm. Shape-ini, layer'ımı seçməliyəm ki, onu mask edeyim. Seçməsəm nə baş verəcək? Məsələn, seçmədim. İndi bu fiqur çəkəcək. Əla. Düzdür? Bəs yaxşı. İndi belə bir dənə sual verəm. Mən fiqur çəkmişəm. İndi istəyirəm bunu mask eləyəm. Necə eləyəcəm? Fiquru mask eləmək istəyirəm. Aha, məsələn, bunu kəsmək istəyirəm. Yəni, bayaqlarım var idi, çevrə çəkmişdik. Məsələn, çevrəni biz necə kəsdik yarıdan? Düzdürmü? Bunu vertexi, nə bilim, sildim, elədim, çox maxinasiya elədim də. Amma indi istəyirəm maskla bunu belə düz hop ortadan kəsəm. Nə edirəm? Seçirəm rectangle tool'u, kvadratla kəsimdə rahat düzdür. Seçirəm shape layer'ı, düzdür. Mask necə işləyir? Seçməliyəm axı layer'ı. Amma bu dəfə baxın, yenə shape çəkir bu. Nəyə görə? Çünki demişdim, shape-ı seçsək biz, shape çəksək, onun içində çəkir fiquru. Bir dənə layer içində bir neçə fiqur. Yada düşdü bu bayaq ki? Bayaq göstərmişdim. Bəs yaxşı, onda belə çıxır ki, biz necə shape mask eləyə bilərik? Əgər select edirəmsə, bayaq ki şəkil qaydası ilə çəkirəmsə, mask eləmirsə, necə eləyə bilərəm? Baxıram ki, yuxarıda belə bir şey var imiş. Ulduz, bir dənə mask işarəsi. Bu shape deməkdir, bu da mask deməkdir. Və yazıb üstündə. Tool creates shape. Yəni, alət shape yaradır. Eyni zamanda isə alət mask yaradır. Bunu mən seçirəm ki, mənim alətim ucu mask eləsin. Baxın, hop, kəsdim.
Və yaxud da əksinə, və yaxud kimi aşağıdan kəsək. Belə. Baxın, həm shape var, həm də mask var. Aydın oldu? Yadda qalar aradan. Yuxarıdan seçirəm. İstəsəm mask, istəsəm shape çəkir. Sual var bura qədər? Çətin deyil. Biraz qarışıqdır, düzdür. İstirahət eləyə 5-10 dəqiqə. Fiverr üçün Bir hansı var? bir hansısa ehtiyac yoxdur axı elə də. Yəni kimsə Yerli bazar üçün Hə. olar. Sizin ilk satışınız nə? İlk satışım logo olub 5 dollara. Custom özdə. O vaxtı. Ən birinci. Fiverr. Birinci qazancım ümumiyyətlə Fiverr'dan oldu. Azərbaycan üçün işləmirdim onda. Başladım elə, tutdu. Logodan çətindir indi. Şeylə çox araşdırma elədim. Çox nə qədər gig qoyub silirdim. Qoyurdum, tutmurdu heç bir. Axırı biri tutdu, ondan da şey. Ondan o biri Tarzı bir yazdı. Rumıniyadan idi hə. Oğlan. Adı da deyir. Aha. Böyle bir şey var. Stein olacaq da. Başdan yaparıq. Aha. Sən şey zövqün əsl o underground hə, o şey texnozat şeyləri, hazırları, oyun şeyləri, onu super. Hə buna şey kimi olacaq da sən cədvəlini bir hansıda slaydlar kimi belə demə. Qəşəngdir. Çox belə. Prosta biraz qrafik dizayn bazası lazımdır. O da biraz bundan sonra getməli, yəni bilmədim. Şeylə də gir Telegrama, o qruplar var idi, designer gang qrupu. Hə. Gir ora, oradan başla oğramağa. Əslində İdeyalara. Behansdan uğramışam bu ideyanı. Behansda elə bir portfolio var. Prosta şeydə tərpənməyim. Aha, statikdir. Bildim. Oradan çalışıyorum. Okey. Yaxşıdır. Qəşəngdir. Amma nə qədər vaxt sərf eləmisən? Nə hərəsini bir gün falan. Amma fikirləşmək biraz şey. Sən o karakteri sərf eləsəydin, Fiverr üçün bir qəşəng şey düzəltmişdin. Bir göstərim. Elə siz də baxın. Şey kimi bunu referans kimi bunu verirdim uşaqlara. Desəni göstərmişdim sizə. Burada bir nəfər var, babu. 2000 işləyir, dollar, 2000 dollar işləyir də. Bu produr. Amma biz adi akkauntuna girib, yəni bunu rahat 1000-1200 dollar edə bilərik 30 saniyəsində. Və çox bəsit şeylərdir. Bunu göstərmişdim də, düzdür? Səhv eləmirəmsə. Ən bəsit animasiya şeydir. No, səhnələrin dəyişməyi də, gah belə rakurs, gah yuxarıdan rakurs falan. Sadə şeylərdir, elə biləcəyimiz şeylərdir, amma qəşəng görsənir. Məsələn, bunu verirəm referans kimi. Məsələn, tələbələrə kim ki Fiverr istəmir, karakter qoysun. Deyirəm, belə bir şeylər düzəlt, fərqli-fərqli. Gah bu rakursdan, gah profildən görsün, biz dəyişik, əllərini göstərir. Və burada hələ, məsələn, biz 2.5 falan da elə bilərik də bunu. Evləri 2.5 kimi dönsün, 3D falan da belə deyim. Gəlsin. O şeydə ki, rəsm çəkməyi sırf bu şeyə görə öyrənmək istəyirəm. Hansı proyektdə necə görsənir karakter? Yuxarıdan, burada var məsələn, əlləri görsənir. Burada yuxarıdan belə görsənir. Profil falan. Hə, bilim təqribi proyektça məsələsi. Karakteri bəyəndimsə özüm düzəldim onu. İstədiyim uğula salım belə deyim. Əslində fikirləşmək biraz vaxt aparır. Nə haldan gəlsin, necə gəlsin falan. Yox, deməzdim. Bax, fikir versin hamısında burada kamera hərəkəti var hər birində. Heç statik video yoxdur. Bax, kamera arxaya getdi. Normalda əgər belə bir səhnə varsa simmetrik, bu kimsə nəyisə açır eləyir belə. Məsələn, Haladeyn qapısı o ayrı məsələ. Amma bir də var ki, 2 dənə qapını birdən açır. Burada simmetrik zoom out və yaxud da zoom in olsa qəşəng görsənir. Burada zoom out. Kamera uzaqlaşır. Burada adi oturub kamera prosta soldan sağa gedir. Görürsən transition giriş falan verməyib heç birinə. Hamısı bu adi dəyişir, yaxınlaşdı kamera hərəkət elədi, belə dayandı, kamera uzaqlaşdı bu şəkildə. Yəni bu referans üçün bu yaxşıdır. Biri də var burada, düzdür, bu referans üçün yaxşı deyil. Amma burada nəyə götürə bilərsən? Dizayn hissəsini götürə bilərsən. Bax bunu.
bir dənə animasiya düzəldib, belə uzundur düzdür, 43 saniyə. İtdi müəyyən fəsillərdə təqəri yemək verirlər də. Orada fəsillər dəyişəcək. Qışdır, qar yağır. Sonra keçdi, nə bilim, yaz gəldi. Amma yəni sadə bir şeydir də, belə dizayn tərəfindən baxanda. Nə elib o Tom Jerry-dəki kimi itlə Ayaqları pişikləri görünür. görsən, hə, karakterlərin ancaq ayaqları görsən. Amma görünüzü qəşəng işləyib, kölgəni, işığı, noise effektini, dizayn onu deyirəm. Bu dizayn cəhətdə çox superdir. Görünüzü belə rəngli görsənir. İşığı falan qəşəng işləyib. O məsələ odur. Məsələn bu işləyir 15 saniyəsini 250 dollara. Bayaq ki 2000 işləyirdi, bu elə ki 500 dollar işləyirdi 30 saniyəsini. Full HD verir, bir dənə karakter, dizayn, rigging heç eləmir. Yəqin sadə şeyini animasiya eləyəcək. Bir dənə karakter 15 saniyə. Burada məsələn 2 karakter, bir dənə də heyvan var. 3 durur. Bax görsən bir dənə karakter hamısında. Əlavə olaraq da hər karakterə görə pul istəyir. Yaxşı işləyir bu. Dizayn cəhətdən çox qəşəng işləyir. Yəni bunlara şey eləsəz, referans kimi götürsəz, düzdür, tezdir biraz. İnşallah keçəndə. Onların hamısını eləyə biləcək çünki. Okey. Keçək. Göstərim. Aha. Əla. Super. YouTube-da olmalı idi deyəsən o şey. İndi Pluk animasiyası. Hamısını sən yapmışsan o sıfırdan. Maş, nə qəşəng işdir bu. Bomba kimi. Bir də başına qoy, Aylin xanım da baxsın. Bir də tut. Çox qəşəngdir. Uftukalan dönməyin zad necə eləmişsən? Shape-nə? Şeylə. O proyektçi oldu da, bax. Yuxarıdan necə görsənsən, aşağıdan necə görsənsən. Əslində şeyi biraz əyib eləyirsən, Aha. biraz da rotation verirsən, 3 kimi görünür. Bir də mənim birinci səhnəsi bax. Məsələn, Bu səhnə çox qəşəngdir. Bu heç bunu yəqin ki, silinderlə də eləmək olar. Trackmatla da eləmək olar. şey kolanda esasında. Yassı fırlanır. Hə. O şey oksitlə eləmişəm. Hə də pozisiya Hə. trackmat blokun içində görsənsin. Hə. Burada şeydir, bəxtlər biraz əyilib, uzanır. Onlar prosta yerində olur. Amma rotation bura Hə, bunu verirsən. hamısını əllə çəkmisən blokun sən. Rotation biraz fırladanda 3 kimi görünür. Bir dənə Burası- mouse ver mənə sənə zəhmət. Hı. Mouse buradan. Frame by frame baxın. Siz şeyinə baxın. Yox, buradan baxacağam. Bu belə, burada şey yoxdur. Prosta deməli Z9 üzrə rotasiya var. Yəni ki, GUI-da belə, ancaq belə dönür. Prosta bəxtlər Yəni biraz keçən zaman bu şey opacity çox qəşəng eləmişsin o hissələri. Opacity belə olmalı. Özünüz fikirləşmisiniz ya? Bunu da özün çəkib düzəltmisən belə. Özü biraz fərqlənirlər abi bunlar bir-birinə. O zibil idi o. şey olur. Zavodundan gelir. Recycle. Əməlli başlı işləyirsən burada. Nə qədər vektor var. Kameranı işləmişəm, 3 dəfə yəqin ki bunu. Bunları şeyə çevirik. Şəkil elədim bunu da çəkmədim də təzədən. Yox, necə? Recomp'un götür. İçəridə şey işarəsi var. Bax bu işarə. Ulduz. Hə, ulduz. Rasterize ki, keyfiyyət düşməsin. Və yaxud da vəziyyətdən çıxmaq üçün blur da verə bilərsən. Ya kameradan blurla işləyə bilərsən. Güya fokusdan kənar görsən, belə çox görsənməsin. Əslində sürətli olur deyə heç onu şey eləmədim, çox da saxlamadım. Bax məsələn bu anda belə kadrını göstərmək yaxşı deyil. Bunları da özün çəkmisən hamısı. Yuxarıdan tutuqa. Bunu deyirəm bax. Dönməyi, tulkanın ucu bu tərəfi görsənir. 3D dönür. Onda 3D-dir, hə. Həm də biraz şey olur, scale olur.
Burada qara backgrounddansa və burada da başqa background qoysan daha yaxşı olar məncə. Biraz göy çalar. Yəni tünd yox. Çünki son səhnələrdir. Mağazindən aldılar. İşdi. Şə. Super. Axıra da bir dənə bizim şeyə qoy. Kolan animasiyası var. Logo animasiyası düzəltmiş yerə. Bunu qoy onlar axırına. Hansı? Yəni ayrıca görəsən var mı? Bir bu. Bunu koy. Şu. Aynen. Bitsin. Modulasiya. Bir dənə axırına bunu qoy və sal. Onu şeyə qoya bilərsən ha sən. Neçə saniyədir o? Fiverr'a. Hə. Koymuşam. Tək qoymusan da sən. Tək qoymuşam. Mən deyirəm onu birləşdirmək lazımdır şeylərlə. Başka bir animasyon. Hə. Məsələn bir dənə də düzəltsən, bu düzü çox əziyyətlidir sənin düzəltdiyin. Amma biraz sadəsini düzəldə bilərsən, karakter olsun da orada, personaj olsun. Türklü hə, özü çevir. Gördün türklü yazmış. Bunu tək qoymusan. $100 20 saniyəsini. İndi bu neçə şey gəlib buna? Impression falan. Qoyduqlar. 30 günə bir klip, 142 impression. Baxar bunların hashtaglərinə. Aslında şeye bak, şu an başka Fiverr'da işlemler falan var. 4K falan. Hə, normalda elə olur. Normalde olur. Təzə akkaunt deyə səndə belə olacaq. Bu normal. Bir iki dəfə sifariş düşsən əgər birinci, ikinci səhifəyə 4K, 5K, 10.000 zad olur o. Məndə Başqa bir- tutan vaxtı giqlərim. Məndə də 3000, 4000 olurdu aya. Impression. Sadece Fiverr'ın özünden. Fiverr-ın özü hə. Ben şey fikirləşdim, onu linkini hardasa paylaşırlar. Yox. Oradan izlənir. O impression deyil. Onda impression vermir. Normalda elə olur. Yəni gir bax, kimlər ki satış eləyir, məsələn həftədə 1-2 satış eləyir. Onların impression həmişə yəni kalmadı. 3K, 4K, 10K olanlar var. Okay. Davam eləyək. Deməli, bildik ki bu iki alətlə nə edə bilirik? Həm shape, həm maska çəkə bilirik. Məsələn, götürəm bu dəfə belə bir şəkil. PNG fayldır və bu dəfə bunun üstündə 2 dənə maska çəkəcəm. Düzdür? Şəklimi select edirəm, maskın birini buradan çəkirəm. İkincini də buradan. Bez problem işləyir. Nə qədər istəsəm, mask çəkə bilərəm. Düzdür? Heç bir problem olmayacaq. Normal kəsəcək. İndi bir də var ki, masklar iç-içə olsun. Məsələn, biri budur, belə. Biri də budur. Nə baş verdi indi? Hər iki mask eyni şey deyir də. Gəl buna birinin rəngini qoyaq qırmızı, maskın pəfin rəngini dəyişirəm. Birinin də rəngini qoyaq yaşıl. Göy qoymayacağam çünki logomuz göydür, bilinməyəcək. Yaşıl. Okay? Və nə baş verdi? Yaşıl nə deyir? Deyir ki, bu çöl yox, ancaq içəri görsənsin. Düzdür? Qırmızı nə deyir? Deyir ancaq içəri görsənsin. Yəni çöl mənə maraqlı deyil. Və top olaraq, son nəticə olaraq nədir? Yaşılla qırmızının fikirləri üst-üstə düşür. Aydın olur? Necə olacaq? Axırı budur da, indi çəkmişəm 2 dənə logo. 2 dənə şey, mask. Belə işləyirlər də bunlar. İç-içə çəkəndə. İndi, məsələn, amma mən deyə bilərəm ki, istəyirəm ki, bu yaşılın içi görsənsin, amma qırmızının da çölü, yəni ancaq bura. Nə edirəm? Hələlik qırmızını silirəm. Yaşılda baxıram ki, belə bir şey var. Mask çəkəndə maskın parametrlərinə baxıram. Var mask path. Path nədir? Cığır. Cığırımız nədir bizim? Bu yaşıl xətt. Bu pathdir. Yəni bunu animasiya edə bilərəm. Həm istəsəm darta bilərəm içəri çölə, həm istəsəm apara bilərəm sağa sola, ürəyim istəyən tərəfə. Bu pathdir. Sonra var mask feather. Gəl biraz maskın pathini kiçildək. Biraz nisbətən kiçik mask çəkirəm və baxıram. Var burada mask path. Bu bildim nədir? Bu arada burada belə bir şey var. Shape. Bura basıb ölçüləri təyin eləmək olur. Sağ tərəfə hara qədər getsin, sol tərəfə hara getsin, yuxarı aşağı tərəfə hara getsin. Yəni lazım olsa dəqiq belə işləmək olur. Daha sonra gəlir mask feather. Feather nə deməkdir? İngiliscəsində bilirsiniz? Yox, bax görürsən tərcüməsi sən də bilmirsən. Əslində amma bilməlisən. Nəyə görə bilməlisən? Çünki fikir ver. Nədir bu? Mask. Yox, bu nədir?
qələm. Yox, qələm budur. Şey Bu nədir? qələmdə. Nə deyilir ona? Lələk. Lələk, hə. Quşun tükü olur, lələk. Feather o deməkdir. Və buradakı feather, amma bu qələm şey deyil ha, olur deyə o vaxtlar. Bu qələmə aidiyyəti yoxdur, prosta feather. Feather o deməkdir ki, yumşaqlıq verəcək. Necə ki tükün quşun o lələkləri içəriyə tərəf sıx olur, ucuna doğru getdikcə nəyinir? Aralanır bir-birindən. Daha belə deyək də ara məsafə çox olur. Eyni zamanda burada da feather mən artıranda fikir versəz, ortası görsənir, dəqiq, çotki görsənir. Çünki orada maksimumdur. Qeyd-gedə nəyinir? Aralanır, parçalanır və alınır belə bir şey, kölgə effekti. Okay, fade effekti alınır. Buna fade də deyirlər. 0 olanda sərt olur, artırdıqca biraz artıq yumşaqlıq verir. Nə oldu bunun adı? Mask feather və çox istifadə olunacaq bu. Daha sonra var mask opacity. Opacity nədir? Bizim mask elədiyimiz hissənin nə qədər görsənməyi. Okay, feather'dan fərqli olaraq bu bütöv şəkildə eləyir. Yəni belə deyim də, yavaş-yavaş keçid eləmir. Birbaşa olaraq itirir və yaxud da göstərir. Bir də var mask expansion. Expansion da genişlənmə deməkdir. Amma bizdə burada həm genişlənmə olacaq, həm də içəriyə doğru sıxılma. Nə deməkdir? Buradakı yeganə parametrlərdən biridir ki, mənfi də ola bilir. Bax, çəkirəm sola, girdi içəriyə doğru. Bu ölçü də deyil ha. Birdən elə bilərsiniz ki, shape-in ölçüsüdür, o logonun ölçüsüdür. Yox. Əksinə, maskın ölçüsüdür. Görürsən, logo qalıb yerində. Maskı elə ki, böyüdürəm, balacalaşdıram. Maskın nəyini? Pəfini. Çətin deyil. Aydındır? Aydın oldu. Yəni, bu 4 dənə parametrdir. Pəfdir, feather, opacity, expansion. Okay? Artırıb azaltmaq da bu cürdür. İşıq effekti var, elə ondan verəcəyik. Dip glow var, keçəcəkdə. Sizdə bu yoxdur, sizdə adi glow olacaq. Light effektləri var. Çoxdur yəni. Ona effektləri tələsmin keçəcəyəm. Okay. Bunu sildim. Təzə bir dənə mask çəkirəm. Biraz böyük çəkək belə. Və maskın pəfinin rəngini dəyişə bilirəm. Buradan. Qoyuram yaşıl rəng. Ki, bu xətti görə bilim rahat. Baxın bu xətti. İndi ikinci mask çəkirəm. Və yaxud dediyim kimi, istəyirəm içə və yaxud da çöl eləyim. Amma ondan qabaq bir dənə bir düymə var. Burada onu göstərim. Invert düyməsidir. Invert nə deməkdir? Çevirir, əksini göstərir. Elə bir ki, logonun içini kəsmişəmsə, maskın içi yox, ancaq çölü görsünəcək. Baxın belə. Hop. Aydın oldu nədir invert? Yəni, mask elədiyim yeri yox, tam onun əksini göstər. Yəni, içərisini kəs. Eyni zamanda mən bu effekti yarada bilərəm. Bu bölmədə add bölməsinə girib subtract eləyərək də eyni şey yarada bilərəm. Həm subtract, həm də add vəziyyətində inverted eyni nəticəni verir. İndi deyə bilərsiniz ki, bu nəyə lazımdır? Əgər invert varsa, burada subtract niyə var? Bu onun üçün lazımdır ki, bizdə birdən 2 dənə mask olar və mən elə eləmək istəyirəm ki, burada xətt kimi görsənsin. Bunun üçün nə etməliyəm? Yaşla hələ ki dəymirəm, düzdür? Göyü invert eləməliyəm. Nəyə görə? Göyün içi görsənməsin, gəlin bunu qırmızı eləyək. Belə. Qırmızının içi görsəm, invert nə idi? Çölünü göstərir, içini göstərmir. Qırmızını invert eləsəm, deməli içi görsənməyəcək, çölü görsənəcək. Və çevirirəm bunu invertə. Və invert elədiyim halda gördüm ki, qırmızı neynədir? Bax, buraları göstərir. 1, 2. Yaşıl neynir? 1, 2. Buraları göstərir. Aydın oldu? Və ona görə də hər tərəf görsəndi. Dolayısıyla yaşıl göstərir bir bu halqanı, bir də buranı. Qırmızı göstərir bir bu halqanı, bir də buranı. Ona görə də hər biri görsənir. Və ona görə mən burada belə bir şey eləyə bilərəm. Mask 2-ni eləyərəm subtract və bu dəfə artıq fikir versəz, invert deyil deyə bu, yəni çöl tərəfini göstərmədi. Aydın oldu? Gəlin bir də izah edin. Yəni ki, hər hansısa bir shape olsun, şəkil, video fərqi yoxdur. Mən bunu istəsəm iç-içə, məsələn, cürbəcür masklar düzəldim. Çox vaxt lazım olur. Olanda olur. İç-içə hal belə, məsələn, biz istəyirik xətt kimi götürək, buradan birini götürün, birini yox, birini götürün, birini yox, bu şəkildə. Nə edirəm? Mask 1-i saxlayıram, mask 2-ni eləyirəm, subtract. Mask 3-ü saxlayıram, mask 4-ü eləyirəm, subtract. Aydın oldu? Bir seçirəm. Bu lazım olur yəni bəzən. Belə mask eləyək. Okay? O birlərini hansılar? Bunlar bəziləri rənglə işləyir. Məsələn, light'ın falan var. Gəlin göstərim. Əslində çox da lazım olmayacaq, amma deyim bilin. Məsələn, mask elədim. 2 dənə burada fərqli rəng var. Və seçirəm burada. Qoyuram light'ın.
və yaxud da darken. Heç bir şey baş vermir. Birini də çəkirəm, bunu qoyuram add, bunu da keçirəm, qoyuram intersectlər ekləyək. Light'ın heç bir şey baş verməyəcək bu. Darken qoydum, hə, götürdü bunu. İkisini eyni rəng kimi götürür. Şeydə baxaq. Paletdə rənglər çox idi bizdə. Burada baxaq. Okay, belə çəkək. Bu 1. Bu da 2. Okay. Darken də belə işləyir. Light'ın inverted yox. Difference fərqi yaradır. Bunlar əslində bilməyinizə ehtiyac yoxdur. Çünki difference prinsipcə eyni şeyi verir. Subtractla fərq yaradır. Aralarındakı fərqi seçir. Darken, light'ın rənglə bağlı bir şeydir. Açıq rəngləri, tünd rəng, luma kimi işləyir. İndi luma deyəcəm nədir? Intersect isə lazım olan bir şeydir. Intersect nədir? Məsələn, belə bir şey ola bilər bizdə. Görürsünüz, bu dəfə artıq iç-içə deyirlər. Amma kəsişdiyi yerlər də var. Intersect bizə burada lazım olur. Mask 2-ni intersect elədim, bunların kəsişmə yeri görsəndir. Amma mask 1-ni yoxlayaq, intersect edirəm, heç bir şey baş vermir. Görürsünüz, o da rol oynayır ki, hansını edirəm. Məsələn, bunu intersect eləyə bilərəm, bunu subtract eləyə bilərəm. Hamısında görürsünüz, dəyişir nəticələr. Və yaxud da bunu subtract eləyib, bunu intersect eləyə bilərəm. Və yaxud da elə eləyək ki, necə eləyək ki, ancaq bunların kəsişmə nöqtəsi görsənsin bu içəri. Deməli, bu ikisində də intersect seçməliyik bəlkə. Yoxlayaq. Hə. İkisində də intersect seçdik. Intersect kəsişmə nöqtələrini göstərirlər ikisində. Aydın oldu, o var idi, halqalar riyaziyyatda kəsişmə yerlərində şey göstərir. Prinsip odur, intersect yəni onların kəsişmə nöqtəsini göstərir. Nə qədər istəsəm, məsələn, buradan, hətta halqa da çəkib baxa bilərik. Deməli, bir dənə belə halqa çəkirəm, bir dənə belə halqa çəkirəm, bir dənə də belə halqa çəkirəm. Üçün birləşdiyi yer buradır. Bax, bura. Hər üçünü intersect seçsəm, üçün kəsişmə nöqtəsini göstərəcək. Intersect o deməkdir ki, bunların üçü də harada kəsişir. 5-i də harada kəsişir. Okay? Bu belə. İndi bir də bizdə var track math. Track math nədir? Məsəl üçün, məndə var belə bir logo. Okay, bir dənə var belə bir şəkil. Loqonu atıram üstə. Və indi biz mask eləyirdik bayaqlarım. Prinsip həminkidir. Mən eləyə bilərəm ki, mənim bu background'um, bu şəklin tutalım ki, görsənsin bu loqonun içində. Baxın, bunun içində. Necə edirəm onu? Birinci, burada bunun ikisini də yandırıram həmişə. Hə, hərflərin içində. Bunu yandırıram. Bəlkə bu sizdə sönülüdür bunlar. Bunlar ikisi də yanılı olmalıdır. Yəni, rahat işləmək üçün. Və nə edirəm? Bu koladır, bu da paletdir. Düzdür, mən nə istəyirəm? İstəyirəm ki, mənim paletim, yəni bu, görsənsin kola yazsın içində. Götürürəm paleti və gəlirəm, burada belə bir şey var. Track math. Track math, daha doğrusu math ümumiyyətlə iki yerə bölünür. Var luma math, var track math. Track math işləyir mask prinsipi ilə. Yəni ki, bizim burada kola loqomuz necədirsə kənarları. Elə bir ki, o cürdə mask eləyəcək bunu. Okay. Seçirəm paleti. Burada belə ip var. Basıb saxlayıram, dartıram. Ürəyim istədiyim layer'la birləşdirə bilərəm. Bizdə bir dənə layer'dır, birləşdirəm bunu. Nə baş verdi? Mənim bu paletim, fikir verin, ancaq kolanın içində görsənir. Başqa yerə aparam, görsənmir. Gətirirəm, kolanın içində görsənir. Və burada əsas məsələ nədir? İki dənə burada hissə var. Var struktur, bir də var görsənən hissəsi, yəni rəng olan hissəsi. Struktur hansına aiddir burada sizcə? Kolaya aiddir, yoxsa paletə aiddir? Niyə? Çünki onların cıvı. Aha, kolanın içində göstərir. Düzdür? Deməli, struktur kolaya aiddir. Rəng hissəsi nəyə aiddir? Paletə. Paletin rəngləri görsənir çünki burada. Tərsinəsini də eləyə bilərəm. Götürürəm bu dəfə, deyirəm ki, kola görsənsin paletin içində. Nə baş verdi? Sizə işləyir, yoxsa xarab oldu nəsə? İşləyir.
Bəs nəyə görə kola adi qalıb yerində? Çünki böyle görsel veren offshore şeyde yani. Aha, üstünə görə, İçinde. həçliyi tutduğuna görə, ona görə kola mərkəzdə olanda elə bil ki, heç nə baş vermir, kəsilmir. Amma mən biraz bunu sağa sola aparsam, baxın, hop, kəsildi. Çünki palet bura qədərdir, baxın. Burada indi struktur hansıdır, rəng hansıdır, Aylin xanım? Yəni fiqur olaraq nədən götür? Fiqur Struktur nədir? bax bunun bu kənar xəttləri var belə. Bu strukturudur. Məsələn, fiqurun çəkirəm. Belə bir fiqur çəkdim. Struktur odur ki, bax bunun bax bu hissəsi ümumiyyətlə struktur adlanır. Bir də var rəngi, yəni görsənən fil hissəsi. Strukturun rənglərdir. Struktur yox, əksinə. Hə, burada hə düzdür, rənglərdir. Hə. Çünki şey olaraq, struktur olaraq biz onu götürmüşük, amma rəng olaraq görsənən fil olaraq koladır. Qırmızı görsənir. Bayaqlarım tərsinə idi. Bayaqlarım nə etmişdi? Demişdim ki, mənim kolam görsənsin, paletim görsənsin kolanın içində. İndi artıq koladır struktur. Palet isə rəngləri verir bizə. Okey, bundan yəni biz birin, ikisini belə deyim eləyərək baxa bilərik ki, necə görsənir. Bir də var luma. Luma nədir? Kolanı yandırıram. Bir dənə belə bir shape çəkirəm. Və qoyuram liner gradient. Rənglərini isə seçirəm ağdan qaraya. Okey. İndi atıram bunu arxaya. Bu dəfə kolanı seçirəm. Birləşdirirəm track, shape layer-a. Track mat edirəm daha doğrusu. Və daha sonra gəlirəm bura. Düz buna basıram. Bu çevirdi, baxın, luma matı. Luma artıq struktur prinsipindən işləmir. Rəng prinsipi ilə işləyir. Düzdürmü? Rəng prinsipi nədir? Məndə shape necə idi? Bir tərəfi qara, bir tərəfi ağ idi. Düzdür? Özü avtomatik söndürür həmişə gözü. Və kola yazısına baxın. Solda qəşəng görsənir, ağdır çünki sol tərəf. Sağa getdikcə, qaraya getdikcə itir. Və burada opacity azalmağa başlayır. Belə. Solda göz qırmızı, sağa getdikcə azalır. Deməli, luma mat nə oldu? Nə prinsiplə işləyir? Rəng prinsipinə. Rəng də nə deməkdir? Ağda görsənəcək, qarada yox. Nəyə görə ağda, qarada? Məsələn, qırmızı göy olsa nə baş verəcək? Yadınıza gəlsə mən demişdim, ağla qara rəng deyil. Yadınıza gəlib? Nədir ağ? Ağ nə demək ümumiyyətlə? Əla, super. Demək ki, ağla qara eyni zamanda işığı bildirir. Mənim shape layer-ımda mən seçəndə hər hansı bir rəngi, burada brightness var. Bu brightness maksimumdadırsa, demək ki, orada maksimumda görsənəcək mənim layer. Yox, əgər bunu mən azaldıramsa, azalacaq. Fərqi yoxdur hansı rəng, qırmızı rəng məsələn. Saturasiya düzdür, burada çoxdur deyə biraz öldürdü onun rəngi. Saturasiya mən azaltmalıyam, o da ağ rəngi təzədən verəcək. Saturasiyanın 0, brightness-ın maksimal nəticəsi ağ rəngi verir və orada da bu 100% görsənir. Shape-ı belə çəkəndə isə track mat işə düşür, baxmayaraq ki, lumadır və kəsir onu. Aydın oldu? Çətin deyil. Baxsız alınacaq. Mən çətin deyil. Yəni biraz həmişə mat məsələsi çətin gəlir tələbələrə. Okey, indi bir dənə bir şey də göstərim. Məsələn, bu dəfə belə bir şey götürürəm. Bloqunu atıram bura və qoyuram bunu burada. Və deyirəm ki, kola görsənsin bunun içində. Düzdür? Seçdim kolanı, nə edirəm? Track matı gətirdim, qoydum və lumadan çıxardıram. Lumada görürsünüz, belə görsənir, solğun fason. Qoyuram adi track mat. Okey? Nə baş verdi? Kola görsənir ancaq o After Effects logosu olan yerdə. Düzdür? Bir də var invert. Invert nə idi? Bayaq maskda demişdim. Mask çəkdim. Invert'ü bastım. Neynədir? Yeni bir şey. Yox. Çevirdi. Invert için yox, çölün başladı göstərməyə. Eyni şəkildə burada da. Seçirəm Coca-Cola'nı. Gəlirəm bu dəfə bunun üstünə yox, yanındakının üstünə klik edirəm. Hop, çevirdi. İndi kola hər yerdə görsənəcək. Gəlib bir dənə bu After Effects logosunun içində görsənməyəcək. Okey? Çox asandır. Düzdür? Track mat nə oldu? Struktur prinsipinə işləyir. Hansı fiqur, hansı fiqurun içində görsənsin. Düzdürmü? Və
Elə eləyə bilərik ki, çölündə də görsənsin. Yəni ki, içində yox, əksinə çölündə görsənsin. Bir dənə belə bir sadə fiqur çəkək, qırmızı çevrə, bir dənə də kvadrat, amma göy rəng qoyaq ki, bizə aydın olsun. Bundan rahat başa düşəcəksiniz. İndi mən istəyirəm bu qırmızı görsənsin bunun içində, göyün içində. Nə edəcəm? Bax, bu qırmızını gətirim, ancaq bunun içində görsənsin. Nə edəcəm? Seçirəm qırmızını, düzdür? Bunu götürüb birləşdirəm bura. İşləyir sizcə? Nəyi? Bunu? Yox, o çevirmək. Heç nə yandırmamalıyım. Məsələn, işləyir. Prosta kvadrat burada da axı. Çevrə isə burada. Aha, gətirməliyəm üstünə görsənsin. Elə? Hə, çox. O gətirirəm üstünə görsənir. İndi yaxşı. Çıxardıram bunu. Çıxartmaq üçün burada bu hissəyə basıram. No mat qoyuram və burada da gözü yandırıram. İndi istəyirəm kvadrat görsənsin çevrənin içində. Necə? Kvadratı götürürəm. Trakmat edirəm çevrəyə. Düzdür? Oldu belə. Ki, bəs yaxşı. İstəyirəm indi çevrə görsənsin hər yerdə. Kvadratın üstünə gələndə görsənməsin. Yəni ki, içində görsənməsin. Bilirsiniz. Yenə də eyni qaydada götürürəm çevrəmi, birləşdirəm kvadrata, düzü trakmat edirəm. Bir dənə burada gəlirəm, bura aktivləşdirəm, invert edirəm. Все. Hər yerdə görsənir, kvadratın içində görsənməyəcək. Aydın oldu? Sual var bura qədər. Maskla bağlı, bir də trackpad-la bağlı. Okey, bunlar da aydındırsa, son olaraq bir dənə modları da deyim. Yoxsa modları... Top deyim də. Okey. Deməli, After Effects-də belə bir şey var. Məsələn, bizdə ola bilər hər hansısa belə bir, məsələn, video. Bir dənə şəkil götürürüm. Belə bir şəkil. Şəklimiz çox böyüdür. Onu biraz kiçildirəm. Ctrl-Shift-Alt-H düyməsini basıram, dördün bir yerdə. Kənarların neynədir? Kompozisiya boyda elədir. Ctrl-Shift-Alt-G-ni bassam, yuxarıların yapışdıracaq kompozisiya boyda eləyəcək. Mənə lazımdır H eləyim, çünki boş yeri qalmasın. Bu məndə şəkildir. Atıram aşağı, üstündə də bir dənə video var. Onu da böyüdürəm. Videoda belə bir tüstü videosudur. Tüstü videosunda qara fon var. Mən istəyirəm bu qara fonu silim. Necə eləyəcəm? Maskla eləyəsi deyiləm ki, götürüm buradan mask eləyim, bir, sonra maskın pəfini animasiya eləyim, düzdür? Onun üçün bizdə belə bir hissə var burada, adlanır mod. Mod hissəsini açıram, çoxlu modlar var burada. Biz istifadə edəcəyik ancaq bir normal, adi vəziyyətdir. Bir də bu hissəni. Yəni bu xəttdən bu xəttə qədər. Qalanlar da düzdür, bəzən istifadə olunur, amma çox az hallarda. Deyəcəm nədir? Baxırıq bunlara. Add, lighten və screen. Bunlar nədir? Basıram add-i. Neynədir? Qaranı sildi, tüstünü amma saxladı. Yaşıl ekranı deyilmişsin. Yox, yaşıl ekranı effektlə eləyəcək. Bu aiddir yalnız qara və ağ fonlara. Çünki qara ilə ağ rəng deyil. Amma yaşıl ekran rəngdir, xromakeydir. Okey? İndi baxıram. Add-də bu tüstü belə görsənir. Baxın belə. Və qara da bu cür silinir. İndi seçirəm. Lighten. Baxın. Görürsünüz, biraz tüstü dəyişdi. Tüstünü biraz da boğdu və tüstünün dalında qara rəng sanki görsənir. Boz əmələ gəlir. Ağla qara birləşir, boz əmələ gəlir. İndi eləyirəm screen. Screen-də görürəm ki, əksinə biraz çox oldu. Burada add ən çoxdur. Yəni, necə deyərlər, ağı çox saxlayır, qaranı çox itirir. Screen ondan biraz azdır. Lighten isə lap azdır. Lighten. Biraz əksinə mən o birlər daha çox. Bu realistik görsəndə, biraz qaranı şeylədir. Biraz da belə opacity azaltmaq olar, indi keçəcək. Ümumilikdə çox görsənməsin deyə düşdü. Belə bir effekt əldə edə bilərik. İndi bu
Eyni zamanda bizdə burada başqaları da var. Normala qaytaram və baxıram. Add light and screen-i biləndən sonra keçirəm, məsələn var overlay. Play basıram, görürəm tüstünü bu cür saxlayır. Opacity 100-dədir ya, amma qaranı da saxlayıb sanki. Çünki diqqətlə baxsaq, kompozisiya rəngi tündləşib. Görürsünüz? Qaranı da saxlayır. Tüstünü də overlay kimi. Onu da içindən silir tünd rəngləri. Ən ağ rəngləri saxlayır. Overlay. Lappa belə effekt əldə etmək istəyiriksə, ondan eləyə bilərik. Həmin overlay olan hissədə baxa bilərik. Soft light bu cür görsənəcək. Yəni burada bağlayaq belə. Buradan baxaq. Soft light bu cür görsənir. Hard light bu cür görsənir. Burada göstərmir, maraqlı bir şey alınır. Trackmat kimi. Tüstünün içində ancaq adam görsənir. Baxın belə. Elə bir trackmat eləmişik. Qısaca bunu bu vəziyyətdə trackmatla da eləmək olar. Necə edirəm? Deyirəm mənim bu videom, şəklim trackmat olsun bu videoya, tüstüyə. Amma luma. Görürsünüz, bayaq elədiyimizdir. Neynədim? Qara rəngdə görsənmir, ağda görsənir. Aydın oldu. Lazım olsa mən neyə bilərəm? Bunun biraz artıra bilərəm kontrastını. Düzdür? Kontrastı o qədər artıram ki, ağ biraz daha olsun. Belə. Və indi deyirəm, ol buna trackmat. Prosta bunu prekomp eləyəcəm hər ehtimal. Birdən trackmat effekti götürməz. İndi deyirəm, trackmat ol buna. Və lumamat. İndi bax, bayaqki nisbətən daha şey görsənir. İçi daha dolğun görsənir. Görsənir? Məsələn, var, damcı da düşür, mürəkkəb belə, yayılır, içində tekst çıxır, şəkil çıxır. Onların hamısı bu prinsiplə eləyir, trackmatlə. Tapa bilərsiniz, məsələn, YouTube-da var. Gələcəksiniz, yazacaqsınız. Ink overlay. Baxın belə. Eyni şeyi bunda da istifadə eləmək olar. Götürürəm bunu, yükləyirəm. Götürüb bunu yükləyirəm, atıram ora və qoyuram trackmat. Neynəyəcək? Qarada görsənə bilər və yaxud ağda görsənə bilər, fərqi yoxdur şəklim. Və belə yayılır, şəklim çıxır üzə. Evdə bunu eləyəcəksiniz. Özünüz girib yükləyərsiniz, ürəyi istəyən çoxdur burada. Mürəkkəblə belə. Şəkil atırsınız və trackmatla eləyirsiniz ki, mürəkkəbin içində görsənsin. Yazı ola bilər bu, şəkil ola bilər bu, video ola bilər bu, tüstünə eləyə bilərsiniz, inklə eləyə bilərsiniz. Çoxdur belə overlaylar. Prosta overlay da yazaq. Mürəkkəb yazmayaq. Görək nələr çıxır. Partiklar falan var. Partikla ehtiyac yoxdur. Yəni bizə lazım qoya bilərsiniz. İstədiyiniz shape ola bilər, şəkil ola bilər, tekst ola bilər, nə istəyirsə qoyursunuz. Mürəkkəb məsələn dağıldı, açılır, içində məsələn şəkil görsənir. Trackmatla eləyəcəksiniz. Bu bir. İkinci, nə edəcəksiniz? Bir dənə mən sizə şey atacağım qrupa. Şəkil. Məsələn, elə bu şəkli. Bu şəkildə A-la Y-ni ayıracaqsınız. Maska eləyəcəksiniz. İndi mənim kimi yox, səliqəli. Biraz eləyəcəksiniz. Bu şəkildə belə deyim təqribən. Maska eləyəcəksiniz. A-la Y ayrı olsun. Burada nəyə görə? Bir dənə layer'ın üstündə siz istifadə eləyəcəksiniz həm belə bir mask, məsəl üçün. Düzdür? Daha sonra bunu istifadə eləməlisiniz. Və bilməlisiniz ki, bu ikinci maskda hansını seçməlisiniz ki, içi görsənməz. Məsələn, burada seçsəm invert olacaq belə. Ona görə burada nə etməliyəm? Subtract seçməliyəm ki, görsənməz. Eyni zamanda o birisi də var axı, itdə o birisi. Ona görə bir dənə buradan belə bir şey çəkə bilərsiniz. O birisi görsənmək üçün. Burada başlayırsınız bunu eləməyə. Bunu da eləyib qutarandan sonra məsəl üçün mən biraz tez-tez eləyim belə. Bu qırmızını silə bilərsiniz. Qırmızıya ehtiyac yoxdur. Bir dənə də burada təzədən bunun içində çəkirsiniz. Və göstərdim də necə eləyirsiniz. Nə oldu ki? Bunu bir dənə subtract edirsiniz. Yəni prinsip budur.
Rekorda baxa-baxa eləyin. Çətindir biraz. Hamısı içi də boş olmalıdır, kənarları da boş olmalıdır. A-la Y hərfi. Maskı bunda istifadə edəcəksiniz. Okay. Bunu silək. Burada isə bu tipi isə bir dənə video götürəcəksiniz. Text ola bilər burada. Video şəkil istədiyiniz effekt atıb trackmatla istifadə edirsiniz. Aydın oldu. Background üçün isə məsələn keçmişi də shape çəkə bilərsiniz. Qəşəng bir gradient istifadə edə bilərsiniz. Aşağını tüm qoyaq. Yuxarını al belə. Belə bir şey. Məsələn bu hissədə isə text ola bilər bizdə. Text'i qara eləyək. Text'i atıram bunların arxasına. Belə. Ki, text bunların arxasına belə şey görsənsin. Tam oxunmaz. Məsələn, belə bir şeylər düzəldə bilərsiniz. Trackmat'dir, maskdır, keçdiyimiz şeylərlə shape'dir. Bir də əlavə yükləyəcəyimiz overlaylarla. Nəsə, ancaq curves'ın eləmək olar. Levels'la, curves'la bunu deyirsən də daha çox görsənsin. Və levels'la da eləmək olar. Levels düzü mən tam istifadə eləmirəm. Arxa alfa görünməsin. Onda qara. Belə. Buralar primerlə şeydir. Yaxşıdır. Belə. Məsələn, arxanı tam bağladı. Text düşmür. Düzdür, biraz oynamalıyam ki, orada qara hissələr çox şey eləməsin. Belə. Okay. Həm üstü kimi olsun, həm də çox görürsünüz. Levels effekti elə bir ki, belə eləyir. Fikir ver. Demək olar ki, bunu biraz nə qədər çəksəm, bir o qədər ağ eləyəcək. Ağ qarada, yəni boz renk saxlanmır. O da düzdür, burada belə görsənir. Tam görünür. Yəni, sərt olur. Amma qəşəng liquid falan animasiyalar düzəltmək olar. Bunu belə su axır və yaxud tüstü qalır. Qəşəng şeylər düzəltmək olar. Düzdür, levels'dan şeyə keçməmişərək ehtiyac yoxdur. Curves effektinə. Keçəndə onları belə istifadə edəcəyik. Sual var? Çətin deyildi. Hansıları? İllustratoru. İllustratoru keçirik 3-cü ay 1-ci dərs. Photoshop da elə Photoshop 5-ci ayda olacaq. Axırıncı ayda olacaq. Media Encoder'da bu ay keçəcək. Render proqramı. Yəni bunlar asandır. Bunlar bir dərsdir. Biz nə edəcəyik? Biz vektoru yükləyirik FreePic-dən. Giririk bura, məsələn, götürdük, göstərmişdim, karakter falan var idi burada. Biz Illustratora nə edirik? Prosta bir dənə bunları layer'lara ayırırıq. Təbəqələrə. Götürdüm bunu, Illustratorda açıram bunu, After Effects-də aça bilmirəm də, çünki bu vektor fayldır. Ayırıram. Əl, bilək, məsələn, qol hissəsini təbəqə-təbəqə ayırdım, Illustratorda bunu edirəm. Ondan sonra keçirəm təzədən After Effects-ə. Eyni zamanda Photoshopda nə edirəm? Açıram, məsələn, şəkil var. Maska eləyəcək orada, layer'lara ayıracaq, nə bilim, klon eləyəcək, bir yerdən copy-paste eləyən belə şeylər. Keçəcək, narahat olmayın. Tələsmin, hələ ki bunları öyrənin. Sual var? TikTokda qəşəng edit videoları oynamalıdır. Hansılar? Text editi ola bilər. Onu da keçəcək. O, belə deyim, TikTokda gördüyünüz editlər ucuzdur, nə mənada, ona pul verən yoxdur. Maraq üçün eləyə bilərsiniz, amma pul verilən işlər biraz başqa cür görsənir. Məsələn, TikTokda o şeyi keçəcək, janrı keçəcək. Görün, burada var. Sən eləmişsən, yəqin ki, o rap videolar falan müzik animasiyası keçmişdi. Birini eləmişdim mən. Nə eləmişdin? Textdən falan şey deyil. Evet. Beğenici şəkillərdən falan. Prosta onu elə bilərdim, sonra şey eləsin. O biraz ona az pul verirlər elə şeylərə. Ona görə tələbələrin marağı olmur.
Sən dokument kimi atmısan mənə şeyləri. Photoshop. Yoxsa hara atmısan Nə? videoları? O vaxt ki, Hə, onda dərsləri atırdın mənə, yoxsa gətirib göstərirdin? gətirib göstərdim. Hə, onda məndə yoxdur. Onu düzəltmişdim ki. Şeyi düzəltməmişdin. Keçmişdi bu dərsi. Dərs keçmişdim. Hə, ev tapşırığını eləməmişdin. Eləmişdim. Hə, söyləmisənsə södə olmalıdır. Deyən o kimdə var uşaqlardan? Şeyləri yaxşı eləyən. Tələbələrin şeyləri, adlar yadıma gəlmir. Kənan şey, karakter zat işləyib, natiqdir, işləməyib. Qız var, nəri qız var idi, o prosta Fiverr'a qoydu. Onun işinin... Hə, belə bir şey, ref videosu düzəltmiş şey üçün. Sadə düzəltmişdi, effektlərlə boş, belə keçidlər falan. Hə, hamısı template'dir, hazır template'lərdir. Bir iki dənə belə effektlər var. Rotoskopla olunmuş. Çətini yəni bir dənə budur burada. Şö. Hamısını keçəcək. Burada nə görürsünüz, hamısını keçəcək. Yo, bu mənə göstərməmişsin. Çox əziyyətli işdir, amma rəngləri də çox şey qoymusan. Çox rənglər qoymusan, fontları çox rəngli qoymusan. Biraz çox qarışıq o. Ona görə saxladım. Bunu bəyənməmişdim amma mən sonradan burada dəyişiklik falan elədik. Hə, bir də şey geydim. O uşaqlar. Adları nə idi onların? Yaşar. $200 megabaytdır. Yox, Elmir'də olacaq o. İki qardaşdır, Elmir. Bu da atmayıb yəqin ki. Hə, gətirib göstərib. Bu da atmayıb. Evdəki kompüterdə deməli o bir işlər, qəşəng işlər var idi. Şey, Photoshop fayllarını zaten işləyirdi. Var idi şeylər, hazır grafik fayllar, müğənnilərin. Onların işte, onlar bu hamısı o bir kompüterdə. Burada qalmayıb Blender'da. Kimsə rəxt olmuş. Batman burada işləmişdim mən. Burada desin işlədim, hə, sonra getdim evdə davam elədim. Bax, Premiere-na Clistock, Music Animation, görə bu nədir? Johnson. Şey verəməmişim. Premiere-na belə görürsünüz işlərimiz. Bu stildə olacaq görüm, əgər missing fayl verməyibsə. Musiqi videolarda bölünür, bir neçə yeri var. Futajını işlədiyimiz, o bayaq ki, rap videoları yox, futaj o videolardır. Var, onları birləşdiririk, keçidlər, zatlar qoyuruq musiqiyə uyğun, var eləsi, video edit sayılır. Bir də var qrafika ilə işlədiyimiz, şəkillə, ya vektorla, ya Photoshop faylı ilə. Yəni, bu daha bahalı sayılır əslində. Video edit həmişə ucuz olub. Qrafika bahadır, prosta sifarişi yoxdur. Həm də baha qiymət elətdirən adam azdır. Bir də musiqiyə qrafikasına o qədər pul versin. Bunda şey, bunun kinosuna baxandan sonra həvəsləndim. Bu şey eləməyi.
Batman axırıncısı var bu. Hı. Robert Pattinson oynayan. Demon Slayer da bakmışsın. Hə? Demon Slayer. Demons nə? Demon Slayer. Yox. Kinodur, serial. Edit edilmişti. Sonra Hansıydı? Zenith Su karakterini. Hı? Zenith Su karakterini edit edilmişti. Sonra gördüm. Hə, anime o vaxt o mən heç bu animeyə baxmamışam, amma videonu tapmışdım YouTube-dan. Hə, animeyə baxmıram, yox. Ki bu Batman məsələn fulla düzdür açmayacaq indi bizdə. Biraz mənə gəlir keyfiyyətini aşağı salım. O qədər çox effekt var ki burada. Daha şey kvartalda açmıyor. Burada hər biri 3D kısa layer'lar var burada. Batman ayrıdır. Burada yarasılar falan o qədər şey var. Çoxsu diqqətlə baxanda görsənir ancaq. İşıq məsələn bax, lampa budur. Batman'dəki işıq belə qoymuşam. Bu isə şeydir. Solid mask. Karakteri şəkil üstüne koymuşsunuz. Karakter şəkil idi. Onu mən daha sonra nə etdim? Photoshopda kəsdim. Nəyə görə? Görə bu nədir, o nədir? Hə, Photoshopda kəsdim. Məsələn, burada bel hissəsini falan, baş hissəsini ayırdım. Əlini falan da ayırmışdım. Sonra dedim, çox şey eləməyim, hərəkət elətdirməyim. Burada qoymuşam baş hissəsi ancaq belə hərəkət eləyir. Hətta burada bu anda burada şeyi qoymuşdum. Güya ildırım saxan vaxtı aksiyonu öz-özü görsənir. Bu bir frame-də baş verir də o belə. Tez-tez. Ancaq o ildırım saxır, işıq düşürür, onda belə görsənilmiş kimi. Sonra çıxartdım onu, xoşuma gəlmədi. Belə biraz şey görsəndə, realistik görsənmədi. Həm də rakurs tapılmırdı da. Batman'ın təsəvvür elə həm maskalı, həm də maskasız eyni bir yerdən şəkli tapmaq olmur da. Bu 3D modelə oxşur o deyəsən. Nə? Bu, hə, bu 3D modeli deyil, bu şeydir, iqruşkadır. O belə stolun üstünə qoyurlar, onun baş hissəsidir. Fullda o belə görsən var. Oyundan götürülən modeldir, nədir belə bir şey. Burada həmin hissədə bax ildırım saxan vaxtı. Yəni belə bir şey olur, dönür. Olur belə. İşte təzədən qayıdır Batman. Burada Batman'ın logosu hamısı 3D-dir. Yəni hamısı 3D-dir. Belə baxsaq. Şimdi keyframe'lər bu ildırım. Yox, bu ildırımdır, copy paste. İldırım çaxmağıdır. Bu üzündəki şeydir, işıq düşən vaxtı brightness vermişəm. İşte başqa bir kamera hərəkəti zad yəqin ki. Tint də vermək istəyirsən. Tint ola bilər. Üzərindən, Batman'ın üzərindən. Məncə şeyə vermişəm, color correction bura vermişəm. Tritonla curves. Yox, Triton vermişəm. Triton olmasa bax. Bu da pis deyildi. Bu da mənim xoşuma gəldi. Yaşılla, belə ölü yaşılı ilə qırmızı renk qəşəng getdi. Kinoşlu görsəndi. Kontrast. Hə, kontrast budur. Burada özüm qırmızını azaltmışam curveslə biraz. Əslində bu belə idi. Baxın. Qırmızı çoxdur burada belə. Və qara ilə şeydir, qırmızıdır. Amma qırmızını azaltmışam, yaşılımtılı renk vermişəm. Kinoşlu effekt eləyirlər. Hə, qəşəng görsənir. Əsl belə kino afişası şeyinə oxşayır. Amma kinonun özünə baxsaz, orada çox şey işləyirlər də, rəngdən dəhşət işləyirlər. Səhnələr var ki, orada color correction deyə də hədsiz ölməsin ki, qırmızı deyil, güppuldadır qırmızını, yaşıldır, güppuldadır yaşılı. Yəni dəhşət şey işləyir. Ondan sonra dedim ki, mən də belə edeyim. Yəni ki, saxlamayım sadə. Orada səhnələr var. Yağış yağır, nə bilim belə Fox şey eləyir. Batman, Robert Pattinson. Trailerına falan baxa bilərik. Məsələn, baxın, çox soğuqdur. Bir dənə buranın işıq görsən, qalan hər tərəf qapqaranlıq. Səhnələr hamısı belədir. Çox belə zülmət içində çəkilib kino elə ki. İşıq dolanda hədsiz işıq verirlər, bax. Yəni, ya maksimal işıq verirlər, o belə. Heç nə başa düşmək olmur. Bulur, bax, üzü vəbşi başa düşmək olmur. Kartinkalara bax, hamısı belə qapqaranlıq. Görsən, bax, işıq yox, bir şey yox. Bir damızı işıqla atrajət elə ki, bu Batman. Yenə də bax, bulur, başa düşmək olmur, nə baş verir orada. Burada bir dənə səhnə var. Eyni şey, bu partlayış səhnələrində işıq hədsiz çox. Burada solğunluqdur. Bax, bir də qırmızı şeylərdən çox istifadə edirlər. İşıq
işıqlardan. Görürsən, diskoteka girir qırmızı işıq. Orada düşəcəyin qızın dalınca motosikletlə görürəm. O səhnə burada var. Qız gedir taksidə, maşında. Və yenə qırmızı işıq var orada. Ona görə qırmızı götürmüşdüm. Qırmızı çoxdur burada. Yaşıldır, qırmızıdır, sarıdır. Bu rejissor bilmirəm kimdir burada. Amma kamera işi, işıq işi çox xoşuma gəlmişdi. Yəni o biri Nolan'ın çəkinə baxanda, məsələn, Nolan düz deyək əjdahadır. Ssenarizat çox qəşəngdir, rejissor işi. Çox realistik çəkir də. Bu amma anime stilində çəkib. Yəni burada baxsan səhnələrə, elə bir animeyə baxırsan. Başlayan kimi özünlə danışır karakter, animedə olur, monoloq gedir. Burada da elə monoloqlar gedir, nə bilim, arxadan planlar var. Bu şəhərə gedir belə arxadan plan animedəki kimi. Biraz belə anime stilində çəkiblər. Maraqlı alınır. Səhnələrini axtarmaq istəyirəm. Davazat bu boş şeydir əsas. Rəngmiş. Bunun şeyi də var idi. İzah eləyir ki, nəyə görə orada hansı rənglərdən istifadə edirlər. Orada məsələn qəhrəman, məsələn Batman gələndə, danışanda bir rəngdən istifadə edirlər. Oradakı zlodeydə o sual işarəsi var. Onun da rəngi yaşıl rəngdir. Onun şeyə gedəndə, səhnəsi başlayanda və yaxud da adı çəkiləndə falan o yaşıl işıqlar əmələ gəlir kadrda. Yəni ki, belə hardasa yaşıl şey keçir. Hər şey yəni hesablayır. Qırmızıda yəqin ki, nəsə bunlar olanda, toqquşanda, qırmızı olur. Onu izah edirdi bir nəfər. Elə bir video var idi. Okey, bu da belə. Bu color correction adlanır ümumiyyətlə. O bütün rənglər, videoda hansı rəng istifadə olunub, nə olub, color correction'dır. Sual var. İndi